Maşallah bunun çoxdur. Başlaya bilərik. Dəyərli həmçələr, hər birinizi xoş gördük. Qarabağ Kəfəz oyundan sonra keçilən mətbuat konferansına iştirak edirsiniz. Qonaq komandanın baş məşqçisi Azər Bağırov qarşınızdadır. Azər mənim oyunla bağlı fikirlərini bildirsiniz, suallar olsa cavablandıracaq. Buyurun Azər mənim. Mən də bir də hamını salamlayıram. Qarabağı təbrik edirəm. İllərdir Qarabağa mənə elə gəlir ki, belə döyüş verən komandalar yoxdur. Amma inşallah ki, gələcək üçün hər şey yaxşı olar. Komandalar həm büdcələri qalxar, həm inkişaf eləyər və yaxşı bir mübarizələr görərik. Qarabağı təbrik edirəm. Çempionat münasibəti ilə maraqlı oyun oldu. Mənə elə gəlir birinci hissə, ikinci hissə çatdıra bilmədik. O da ehtiyac skamyamızın biraz kasatçılığındandır, düşünürəm. İnşallah bunların hamısını mənə elə gəlir ki, aradan qaldırmaq lazımdır. Bu qədər. Suallar var. Buyurmayın. Mətbəx. Hər şey yaxşıdır. Ümumilikdə hər şey yaxşıdır. Yəni özünüz də gördüyünüz kimi 3-cü, 4-cü dövrədən artıq komandanın həm oyununda, həm xallar baxımından irəliləyişləri var. Yəni bugün də hətta birinci hissə mənə elə gəlir ki, siz də razılaşarsınız, yaxşı bir Kəpəz gördünüz. Mətbəxdə də hər şey qaydasındadır. Yəqin ki, sonuncu oyundan sonra daha belə deyim, güc verib artıq bəzi məsələləri həll eləyəcək bir yerdə. Buyurun. Bu oyundan sonra fikrinizi dəyişən futbolçular oldu. Ümumilikdə artıq fikirlərimiz var hər hansı bir futbolçular haqqında. Tək bu oyun çox şey dəyişmir. Çünki buna qədər nə qədər oyunlar keçirmişik. Yəni kimin o kapasitesi nədirsə artıq bəllidir. Yəni bizlə davam edən futbolçular olacaq. Sonuncu tur var. Sonuncu turda da yenə də hər bir futbolçu, yəni bizimkidir, bizləndir. Yəni fikirlərimiz onlara qarşı müsbətdir. Yəni belə. Bir də vara gedən bir tutu bizə şərh edərsiniz. Vallahi vara gedən, bilirəm ki, vara gedəndə həmişə müsbət bu tərəfə verilir, həmişə. Amma bizdə nəsə əksinə bu tərəfə verildi, bizim əleyhimizə. Yəqin ki, hakimlərin də bildiyi nələrsə var. Ravan da güclü hakimlərimizdəndir. Həm də səhv eləmirəmsə 3-cü dəfədir ki, Qarabağ oyununa elə bizləndir. Yadınızdadırsa Tovuz'dakı 5-0'lıq məğlubiyyətimizdə də Ravan idi. Sağ olsunlar da, yəni bəzi epizodlar var ki, hardasa biz nəzərdə tuturam. Yəni bu gün 34 milyonluq Qarabağa qarşı 3 milyonluq Kəpəz oynadı. Bir də simpatiyanı bu tərəfə eləmək lazımdır əslinə qalanda. Amma biz əksinə qalanda Qarabağa qarşı həmişə simpatiya olur. O zəif komandaya qarşı antisimpatiya olur. Onu da ki, başa düşmürsən ki, nəyə görə belə olur da? Yəni biz həmişə həyətdə böyüyəndə, nə bilim, küçədə həmişə zəifin tərəfində oluruq da. Güclünün tərəfində olmağa nə var ki, ondan asan şey yoxdur. Güclünün tərəfində olar, hamımız güclü tərəfində olar, zəifin başını buraxaq. Elə doğru deyil əslində. Nə bilim, yəqin də onların bildikləri nələrsə var. Mən hakimlikdən danışmayacağam. Sağ olsunlar. Sual var. Buyurun sağ olun. Adamın əslində bu sual bütün Premier Liqa məsələsinə aiddir. Çünki Premier Liqa belə vəziyyət yaranır ki, artıq son turdan sonra hər şey müqəddəratı bəllidir. Amma sizdə növbət tur daha belə deyək də vacib maç var, biraz prestij maçıdır. Qəlb verirsin. Onunla bağlı olmasa bağlı fikirlərinizi bildirərsiniz. Yəqin ki, ora artıq belə deyək də bəzi futbolçuları yoxlamaq üçün yox, əsas yeri. Yox, əslində qalan bugün də heç hər hansı bir futbolçu yoxlamaq fikrimiz yox idi. Yəni bildiniz ki, Xvalko qapıçının sarı vərəqələri var idi, Banın zədəsi var idi. Ona görə hətta onları meydançaya buraxmamışdıq. Amma hər oyun bizim üçün çox vacibdir. Yəni bugün yəni soyunub geyinmə otağında da futbolçulara həmişə bir söz deyirəm ki, bir futbolçunun həyatında oyun bir nə bilim böyük bir yaddaşa yazıla bilər. Yaxşı və yaxud pis. Həmişə də oyun haqqında fikirləşirsən ki, kaş mən bu oyunda bunu eləyərdim, bunu eləyərdim. O kaşı deməməkdən ötürü mübarizə aparmaq lazımdır meydançada. Mənə elə gəlir ki, yəni bütün oyunlara maksimum şəkildə necə çıxmışıqsa elə də çıxacaq. Yəni Tovuz oyunu da derbidir, azarkeşlərimizdən ötürü oynayacaq.
Yəni Tovuzda da futbolu sevirlər. Tovuzda da bizi sevirlər, sağ olsunlar, həmişə dəstəkləyirlər. Yəni bu qədər. Buyurun. Bizdə vurğuladınız ki, detallı sürüşləndən sonra olacaq. Bəli. Sadəcə olaraq indidən baş məşqçi olaraq legioner limitini nəzərə alsaq, yerli futbolçu baxış bucağınız necə olacaq? Mən ilk oturuşdan rəhbərliyə bildirmişəm ki, bizə yerli futbolçular çox vacibdir. Çünki biz tək yerli futbolçu klubun inkişafı deyil, Azərbaycan futboluna xidmət edirik. Yəni Azərbaycan futbolunda da yerli futbolçular olmayacaqsa, o milli komandamızdan əsər əlamət olmayacaq. Ona görə də yerli futbolçuların inkişafı bizim ən düşündüyümüz tərəflərdəndir. Yəni mənim şəxsən ən düşündüyüm tərəflərdən. Çünki bugün yerli futbolçuya, yəni kim deyir ki, bu legioner limiti yığışdırıldı, yerli futbolçular itəcək, mən əksinə fikirləşirəm ki, inşallah ki, yaxşı yerli futbolçular üzə çıxacaq. Yəni onu bizlər məşqçilər çıxartmalıdır. Yəni yerdə qalan məsələlər mənə elə gəlir ki, boş buraxmaq lazımdır. Sağ olun. Təşəkkürlər.